Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyəcəyimiz. Həftənin cümə günündən bayram buraxılışlarımızdan sizinlə salamlaşırıq və hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu o deməkdir ki, bayram buraxılışımızda da Mən Günlər səhərlərinin təqdimatında xoş sabah izləyirsiniz ki, bayram buraxılışımızda, bayram günlərində bacardığımız qədər siz tamaşaçılarımızın könlünü, zövqünü xoş eləməyə çalışdıq və bayramda daha çox sevinən uşaqlarımızı bir araya yığmağa çalışdıq və sizlərə o gözəl enerjini ötürməyə çalışdıq ki, bugün də sonuncu bayram günümüzün bayram buraxılışımızı da məhz elə uşaqlarımıza həsr eləyəcəyik. Bir-birindən rəngli qonaqlarımız, dəyərli mütəxəssislərimiz və sözsüz ki, istərsə musiqi bölməsində, istərsə rəqs olaraq sizləri ruhunuzu gözəlləşdirən rəngli qonaqlarımız olacaq ki, ekranlara daha yaxınlaşın, çünki adətlərdən də sizləri qonaqlarımız agah eləyəcəklər. İnşallah İnci Rəqs Ansamblının mükəmməl ifasını izləmiş olduq dəyərli izləyəcəyimiz. İstəyəcəm ballarımız yaxınlaşsın mənim ətrafıma və Qarabağ Yallısı izlədi. Çox gözəl bir performans üçün bizim dəyərli bədii rəhbərimiz və xoreografımız Oruc Rəhimlinin adını mütləq qeyd eləməliyəm. Oruc Rəhimlinin punktuallığı və işini mükəmməl görməsi onların istər rəqslərində, istər bu belə deyim, gözəl bir məşqlərində və geyim görüşlərində də özlərini biruzə verir ki, elə mən düşünürəm, mənim dəyərli dostlarım, balaca dostlarımızın təbrik payı var, düzdürmü? Xüsusi olaraq kimisə bir təbrik payı varmı? Kimsə kimisə təbrik eləmək istəyirsinizmi? Bəli, mən istəyirəm. Bəli, istəyir mənim qızım yanımdakı. Mən öncəliklə müəllimə, Oruc Rəhimliyə və bütün müəllimlərimə və ailəmə təşəkkürlər edirəm. Ay, nə gözəl. Adın nədir? Sən adını bilmədim. Mən Kərmova. Çox sağ olun, Oruc Rəhimli. Siz belə rəqsə qəşəng qurduğunuz. Bəli, ailə üzvlərini də təbrik eləyək də. Zəhra, unutmayaq.
ailə üzvlərimizi, atamızı, anamızı, nənə babalarımızı təbrik eləyək və elə uşaqlarımız hamımız birlikdə, gələcəyimiz olan körpülərimizlə birlikdə hər bir Azərbaycanlını, dünyada yaşayan Azərbaycanlımızın hər biri Novruz bayramı mübarək olsun deyəcəyik. Gəlin ilə birlikdə deyək də, hə dostlar? Demək istəyir, dostumuz da nəsə bir sözü var, dey bala. Mən Əhmədov Elgin, Oruc Rəhimli və bütün yaxınlarımı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Təşəkkürümüzü bildiririk. Gəlin birlikdə deyək. 3, 2, 1. Novruz bayramınız mübarək! Dəyərli izləyicilərimiz, Novruz bayramının və Novruz adətlərinin çox qədim bir tarixi var ki, elə ulu nənə babalarımızdan günü bugünə qədər gəlib çıxan adətləri biz gənc nəsillərə, özümüzdən sonraki nəsillərə ötürmək üçün öz dəyərli dostlarımızı dəvət eləmişik ki, həmin az bilinən informasiyaları, az bilinən Novruz adətləri ilə bağlı sizlərə məlumat çatdırmağa çalışacağıq bugün. Söz Şəmsimizdədir. Salam, mənim adım Şəms. Hər kəsin Novruz bayramını səmimi qəlbdən təbrik edirəm. Siz bilirsinizmi? Novruz bayramı 3000 ildən artıq tarixə malikdir. Bu bayram yazın gəlişini, yeni günün başlanğıcını bildirir. Bu bayramda insanlar bir-birlərini təbrik edir və küsüllər barışır. Hər kəs birlikdə bayramı qeyd edir. Salam, mənim adım Gülay. Hər kəsin Novruz bayramını təbrik edirəm. Novruz süfrəsində xüsusi bir xonça hazırlanır. Xonçada səməni, boyanmış yumurtalar, şamlar və şirniyyatlar olur. Səməni bolluğu, yumurtalar həyatın davamlılığını, şamlar isə işıq və ümid deməkdir. Qızlarımız Novruz adətləri ilə bağlı bilməli olduğumuz əsas məqamları bizlərə çatdırdı ki, biz də öz növbəmizdə axşama xonçamızı hazırlayırıq, süfrəmiz bol ruzlu, bərəkətli, özümüz bir-birimizlə mehriban və hər zaman firavan yaşayaq.
bildiririk bütün qızlarımıza. İstəyəcəm uzaqlaşmayasınız qızlar. Gələsiz yanıma. Çünki sizin də rəqsinizdən əlavə bilirəm ki, bir təbrik payınız var, düzdürmü? Hanı qızlarımızın hər biri gəlsin, gəlin yanıma. Qeyd edelim ki, dəyərli izləyəcəniz, Qoşa Qala rəqs qrupu bədii rəhbərimiz Həmidə xanım Bəhram qızının ərsəyə gətirdi, dağlı rəqsini izlədi. Çox gözəl də performans göstərdi bizim qızlarımız. Təbrik edirəm, sabahınız xeyir, Novruzunuz mübarək. Necəsiz? Yaxşı, siz necəsiniz? Yaxşı, sən soruşdun, tükürüm. Adın nədir? İzzadə Əsmər. Əsmər, neçə yaşın var? 10. Kimə salam göndərmək istəyirsən, kimi təbrik eləmək istəyirsən bu Novruzla bağlı? Mən bütün hər kəsin Novruz bayramını təbrik edirəm. Başda ailəm, müəllimələrim və xüsusilə həm də müəlliməmi təbrik edirəm. Ay, nə gözəl. Başqa kimisə təbriki varmı? Buyur qızım, adın nədir? Mənim adım Gülnaz Gülməmmədovadır. Mən bu gözəl Novruz bayramı üçün şeir demək istəyirəm. Ay, nə gözəldir. Səməni, can səməni, göyərdərəm mən səni. Sən gələndə yaz olur, avaz olur. Xoşdur dədənin sazı, yazda ötkən avaz. Səməni, can səməni, göyərdərəm mən səni. Ay, nə gözəl, maşallah qızımıza. Bu qızımız da sonda bir söz desin. Mən bugün hamının bayramını Təbrik edirəm sənə. Qızım, adın nədir sənin? Tamilla. Tamilla, neçə yaşın var? 7. Nə gözəl geyinmişsən belə. Dostumun da təbriki var deyəsən, hə? Onun adı nədir bəs? Mənim adım Səyyarədir. Neçə yaşın var Səyyarə? 8. Nə gözəl görünürsən bugün. Hamınız çox gözəl görünürsünüz. Sən kimə təbrik eləmək istəyirsən bəs? Mən hamını. Hamını, bütün Azərbaycanı. Gəlin elə sənin timsalında. Bütün Azərbaycanımızın Novruz bayramınız mübarək olsun deyək. Hazırsınız? Bəli. Novruz bayramınız mübarək! Əziz dostlar, dəyərli izləyəcəniz, bayram buraxılışımızda xüsusi olaraq bizə informasiya verməyə və sizləri məlumatlandırmaq üçün iki dəyərli dostumuz gəlib, onları daha yaxından tanıyaq və dinləyə görək hansı əsas məqamları bizimlə bölüşəcəklər. Salam, mənim adım Nuray. Hər birinizin Novruz bayramını təbrik edirəm. Novruzda müxtəlif oyunlar oynanılır. Yumurta döyüşdürmə, ip atlama, kəndirbazların çıxışı, kösə və keçəlinin tamaşası. Bu oyunlar xalqımız tərəfindən sevilir və bayramımıza sevinç qatır. Salam, mənim adım Zümrüd. Hər kəsin Novruz bayramını təbrik edirəm. Qədimdə Novruz günü insanlar axarsuya gedib əllərini yuyardılar. Deyilənə görə Novruz günü axarsuya toxunmaq insanı bütün il boyu bəlalardan qoruyur. Bu bayram günündə bizim dəyərli qızlarımız özəl informasiyaları sizlər üçün çatdırdı. Növbəti informasiyaları izləmək üçün ekranlara daha yaxın əyləşin. Çünki bir-birinə maraqlı dostlarımızla günümüz daha da gözəl başlayacaq.
mükəmməlsiz dostlar, Arşın Malalan mahnısının rəqsini izlədik. Qızları istəyəcəm, yaxınlaşsın yanıma. Bir Arşın Malalanımız var, o da gəlsin mənim yanıma. Qeyd edin ki, Babazadə Dans qrupun. Gəl balam, gəl. O nə balaca şəhzadədir orada elə. Gəl görün bura, gəl. Gəl, bu nömrənin gözü, bu rəqs nömrəsinin gözü. Sofiyadadır. Ay, Sofiyadadır, olsun. Qeyd eləmək istəyirəm ki, dəyərli izləyəcəniz, Babazadə Dans qrupun bədii rəhbəri Leyla xanım Babazadəni nərsəyə gətirdiyi Arşın Malalan qızların xoru rəqsini izlədik, dinlədik. Qızlar, xüsusi bir təbrik olan var və yaxud da bizim dəyərli Arşın Malalan. Buyur. Mən də hamının Novruz bayramını təbrik edirəm. Qoy bu payız ayı hamıya uğurlu keçsin. Yaz ayıdır, payız ayı deyil. Payız, olsun, yaz ayları. Yaz ayı yaxşı keçsin. Təşəkkürümüzü bildiririk. Qızlar, xüsusi təbrik olan varmı? Gəlin ilə birlikdə xorla deyək. Qızların xoru, bir də bəyimizin xoru. Novruz bayramımız mübarək olsun deyəcək. Yaxşımı? 3, 2, 1. Novruz bayramınız mübarək olsun. Təşəkkürlər Yusif, xoş gəlmisən, sabahın xeyir. Yusif Novruzlunun ifasında Cənnətim Qarabağ eşitdik. Bayram mübarək, sabahın xeyir, necəsən? Yaxşı. Bizim dəyərli Yusif balamız, xanəndəmiz Aytən xanım Məhərrəmovanın tələbəsi və onun davamçısıdır. Xoş gəlmisən, bayram mübarək. Bilirəm ki, sənin də Novruz təbriklərin var. Hazırlaşmısan təbrik eləməyə? Kimi təbrik eləmək istəyirsən Yusif? Anamı, atamı, nənəmi, bacımı Novruz bayramına görə təbrik edirəm. Təşəkkür edirəm Yusif bala. Ümumiyyətlə Novruzda ən sevdiyin adət hansıdır daha çox? Tonqaldan tullanmaq, papaq atmaq, hansını sevirsən? Papaq atmaq. Papaq atmaq, atacağıq. Bu axşam biz gedib papaq atacağıq Yusiflə. Hə Yusif?
Qarabağımızdan danışdıq, Qarabağımızdan oxuduq və Azərbaycanımızın üç rəngli məğrur bayrağı arxamızda dalğalanır. Qeyd eləmək istəyirəm ki, bütün bayramlarda, bütün özəl günlərimizdə hər zaman Qarabağımızı sevərək qeyd edirik. İllər öncəsində bizim hər zaman bütün bayramlarımızda arzumuz idi. Əzələ və torpaqlarımızda, Qarabağımızda Novruzumuzu, bayramlarımızı qeyd eləmək. Başda Rəşadətli ordumuz olmaqla Ali Baş Komandanımızın şücaəti sayəsində biz nəhayət ki, Əzələ və torpaqlarımızı yenidən geri qaytardıq. Əzələ və torpaqlarımız yenidən bizimdir və biz bu mahnıları, gözəl ifalarımızı ilə Qarabağımıza səsləndiririk. Yusif balamıza dərin təşəkkürlərimizi bildiririk. Hər zaman bayramlar, seyranlar içində bol olsun. Təşəkkürlər Yusuf bala və növbəti rəqslərimiz üçün estafeti dostlarımıza ötürürük. Bahar necə də gözəl yaraşır Azərbaycana. Gəlin qızlar, gəlin. Sabahınız xeyir, gününüz uğurlu olsun. İstəyəcəm ətrafında yığışasınız və sizin rəqs qrupunuzu sevərək təqdim edim ki, Buxara rəqs qrupunun bədii rəhbəri Elnur Atayevin ərsəyə gətirdiyi Novruz rəqsini dinlədiyi, izlədiyi gözəl qızlarımızın təqdimatında. Qızlar, sabahınız xeyir, necəsiz? Burada bir qızımız gizlənib. Gəl görün bura. Sən də görün. Sabahın xeyir, necəsən? Gününüz uğurlu olsun. Bayramınız mübarək. Gəlin birlikdə izləyicilərimizi təbrik eləyək. Hazırsınız? Bəli. Novruz bayramınız mübarək deyəcəyik. Yaxşı qızlar? Bəli. 3, 2, 1. Novruz bayramınız mübarək!
Əziz və dəyərli izləyəcəniz, Novruz buraxılışımıza özel olaraq sizlər üçün 2 gül balamızı dəvət eləmişik ki, yanımda əyləşən balalarımızı daha yaxından tanıyaq, görək onlar bizə hansı dəyərli informasiyaları verəcək. Salam, mənim adım Məryəmdir. Hər kəsin Novruz bayramını təbrik edirəm. Novruz süfrəsində S hərfi ilə başlayan 7 növ məhsul olmalıdır. Məsələn, səməni, süd, sumaq, su, sarımsaq, soğan və səbzilər. Bu adət bolluq rəmzidir. Salam, mənim adım Nuraydır. Hər kəsin Novruz bayramını təbrik edirəm. Səmənlər böyüdüklə insanlar onun bir neçə yarpağını qopardıb evin giriş qapısına qoyarlar. Bu insanlara uğur gətirir. Təşəkkür edirik Nuray və Məryəm. Biz növbəti informasiyaları bir neçə dəqiqədən sonra izləyicilərimizi çatdıracağıq. Odur ki, izləyicilər izləmədə qalsınlar. Mükəmməlsiz qızlar, təbrik edirəm sizi, bayramınız mübarək. Gəlin yanıma, zəhmət olmasa Dəniz Rəqs qrupunun gözəl yeniyetmə qızları yanımdadır və bədii rəhbərimiz Elnara xanım Hüseynovanı mütləq şəkildə qeyd eləməliyəm. Çünki qızlarımızın bu cür gözəl süzdürməkləri üçün Elnara xanımın xüsusi bir belə deyim, qatqısı var. Təbrik edirəm Elnara xanımın da, bizim dəyərlimiz Elnara xanım Hüseynovanı və sözsüz ki, bizim dəyərli qızlarımızı. Xüsusi bir təbriki varmı? Təbriki olan varmı? Buyurun.
Mən bütün Dəniz Rəqs qrupu adından bütün Azərbaycanlıların Novruz bayramını ürəkdən təbrik edirəm. Ay, nə gözəl. Bütün qrupun adından təbrik edirəm. Adımız necə oldu? Həsənova Aytən. Aytən, neçə yaşın var? 9-cu sinifdə oxuyursan. Hə, nə gözəl. Başqa qızlarımız? Mən Dəniz Rəqs qrupu adından hamının Novruz bayramını təbrik edirəm. Ay, təşəkkür edirəm. Gəlin, bütün ailə üzvlərini də bu bayramda unutmayaq. Bayramda hər zaman böyüklərimizi ziyarət eləyək və hər zaman isti münasibətimiz bol olsun. Qızlar, gəlin birlikdə nə deyək? Novruz bayramınız mübarək olsun deyək. Hazırsınız? 3, 2, 1. Novruz bayramınız mübarək! Bəzi bölgələrdə papağatlı zamanı uşaqlar qapının arxasından torba atır və torba atdım, bayramınız mübarəkdir deyirlər. Ev sahibi atılan torbanı içini doldurur və qapının arxasından geri qaytarır. Torbanı kiminsə əlindən almaq uğursuzluq sayılırdı. Qədimdə Novruz günü səhər tezdən kimsə asqırsaydısa, o il o insan üçün uğurlu keçəcəyini demiş sayılırdı. Nə gözəl adət imiş, Məryəm. Heç mən bundan xəbərim yoxdur. Papağatlı ilə bağlı müəyyən qədər məlumatım var idi, amma bu adəti, bu asqırmaq adətinin nə qədər uğurlu olmasını indi Məryəmdən öyrənmiş olduq. Yaxşı ki, varsınız. Bayramınız mübarək. Bizə növbəti informasiyaları çatdırmaq üçün sizi istəyəcəm növbəti informasiyaları vermək üçün yerinizə öz taxt tacınızı alaq. Biz isə rəqslərimizi izləməyə davam edək. Təşəkkür edir dəyərli qızlarımız. İstəyəcəm gələsiz yanıma. Gəlin, gəlin, gəlin. Görün, nə qədər məsuliyyətli qızlarımız var ki, rəqs bitir, amma onlar yenə də öz hərəkətlərindədirlər. Xoş gəlmişsiniz, bayramınız mübarək, sabahınız xeyir, gününüz uğurlu olsun. Necəsiz?
Mən uşaqlar deməyəcəm, çünki boylarıma yaxın gözəl qızlarımızı görürük səhər-səhər. Yeniyetmə qızlarımızın gözəl, mükəmməl rəqsini izləmiş olduq. Şüvəlani rəqsi sayılır bu rəqsimiz və dəyərli izləyicimiz, qeyd eləmək istəyirəm ki, Nərgiz xanım Əbilovanın ərsəyə gətirdiyi Nərgiz rəqs qrupunun yetirmələrinin rəqsini dinləmiş olduq, izləmiş olduq ki, xanımlar sizdən soruşmaq istəyirəm, xüsusi təbriki olan varmı? Təbrik eləmək istədiyiniz insanlar varmı? Var. Qızımız utanma çəkinə demək istəyir. Adın nədir? Banu. Neçə yaşın var Banu? 12. Kimə təbrik göndərmək istəyirsən? İlk öncə hamıya təbrikimi göndərmək istəyirəm. Hər bir kəsin Novruz bayramını təbrik edirəm. İnşallah bu il hər kəsin nə arzusu varsa həyata keçər. Bir daha təbriklər. Çox təşəkkürlər. Qızlarımızın təbriki varmı? Gəlin ümumi bir təbrik eləyək. Hər birimiz birlikdə deyək izləyicilərimizin Novruz bayramınız mübarək. Hazırsınız? 3, 2, 1. Novruz bayramınız mübarək. Novruzun səhəri ilk eşidən sözlərin həmin ilin taleyinə müəyyən edildiyinə inanılırdı. Ona görə də insanlar səhər tezdən yalnız xoş sözlər işlətməyə çalışırdılar. Qədimdə Novruzun hər çərşənbəsində insanlar küləyin istiqamətən fikir verirlər. Əgər yer çərşənbəsində külək şimaldan əsirdisə, o ilin soyuq və çətin olacağına inanırdılar. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda duman göründü, duman göründü. Xəzər dənizi tək eşqimlə coşdu, xülyalar içində sanki bir huşdum. Xəzər dənizi tək eşqimlə coşdu, xülyalar içində sanki bir huşdum. Vətən arzusuyla nəğmələr qoşdu,
gəlcək könlüm xəndan göründü, xəndan göründü. Xudayar qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Xudayar qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Xudayarımızın Xudayar təsnifini dinlədik. Hər birimizin qəlbində dərin kök salmış, Xudayarımızın ifasında sevilən o gözəl ifanı həqiqətən də Gülay qızımız çox gözəl və çox məharətlə səsləndirdi. Gülay xanım Əhmədli bizim dəyərli xanəndəmiz Aytən xanım Məhərrəmovanın tələbəsidir və xoş gəlmisən demək istəyirəm. Gülay, xoş gəlmisən. Sabahın xeyir. Çox sağ Buyur, olun. sən də xalqımızı təbrik elə. Mən də hər kəsin Novruz bayramını təbrik edirəm. İnşallah ölkəmizdə hər zaman Novruz bayramını təntənəli qeyd edərik. İnşallah. Təşəkkürümüzü bildiririk. Sudan gelen sürmeli kız, sudan gelen sürmeli kız, çok incedir güzel, seni balam çok incedir güzel, seni. Ele naz ile gelirsen, ele naz ile gelirsen, aparırlar bize, seni balam aparırlar bize, seni aparırlar bize, seni balam aparırlar bize, seni. Güzeli elinden alam, güzeli elinden alam, kolunu boynuma, sallam alam, kolunu boynuma, sallam. Gelsen seni özüm Allah'ım, gelsen seni özüm Allah'ım, bir dur gel aman gül, müdür balam işkimin yaman gül, müdür, bir dur gel aman gül, müdür balam eşkimin yaman gül, müdür. Sudan gələn sürməli qızlarım, gəlin görüm yanıma, hara getdiniz belə? Çox gözəl rəqs hazırlamışsınız. Nərgiz xanım Əbilovanın bədii rəhbərliyi etdiyi Nərgiz rəqs qrupunun gözəl qızlarının rəqs nömrəsini izləmiş olduq ki, mən düşünürəm qızlarımızın xüsusi bir təbriki varmı? Kimin təbriki var? Hə, buyur, buyur balam. Adın nədir? Nur. Nur, neçə yaşın var? 8. Kimə təbrik göndərmək istəyirsən? Hamıya. Bütün Azərbaycan, elə Nurun timsalında istəyəcəm özümüzü tutaq ekranlara və bütün Azərbaycan. Təbrikin var? Ver görüm qızımıza təbrik eləmək istəyir. Hə, de. Mən istəyirəm hamını təbrik eləmək. Bütün Azərbaycanımızı təbrik eləmək istəyir. Bütün, bəli, bu qızımız da istəyir. Adın nədir? Mənim adım Mədinədir. Neçə yaşın var Mədinə? 9 yaşım var. Mən ən çox ailəmi, müəlliməmi və bizi izləyənlər, dostlarınızı, izləyənləri, hər birini təbrik eləmək istəyir Mədinəmiz. Başqa təbrik eləmək istəyir? Var imiş, görürsünüz. Mənim adım Mədinədir, 9 yaşım. Mədinələrin arasına tutmuşam. 9 yaşım var. Nə gözəl, hacı. Ailəmi bütün Azərbaycan xalqını təbrik eləmək istəyirəm. Ən çox da öz müəlliməmi Nərgiz müəllimə. Bütün uşaqlar Nərgiz müəlliməni yaman sevir. Uşaqların sevgisini qazanmaq hər kəsə qismət olmur. Nərgiz xanım,
Buyur, şeiri dedi sonda. A kösə gəlsənə, gəlib salam versənə, könçəni doldursana, kösayı yolasın sən. Salsana. A quyruğun uyruğu, saqqalı it quyruğu. Kösəm bir oyun eylər, quzunu qoyun eylər. Yığar bayram xonçasın, gedər hamının Novruz bayramını təbrik eləyər. Düzdür uşaqlar? Gəlin biz də Novruz bayramlarını təbrik eləyək. Bütün xalqımızın deyək 3, 2, 1. Novruz bayramınız mübarək! Xonçaya qoyulan şamlar sönəndə insanlar ondan niyyət edərdilər. Şam sakit yanıb sönərdirsə, deməli o niyyət yerinə yetəcəkdir. Bəzi bölgələrdə insanlar tonqalın külünü səhər tezdən axar çaya atarlar. Bu insanların və bütün bədhəzərlərdən qoruyur. Evlərinin dalı yonca, yonca qalxmış dam boyunca, dam boyunca. Boyu uzun belince, boyu uzun belince. Minə yarım minə, əsmər yarım minə, minə minə. Boyu uzun belince, minə yarım minə, əsmər yarım minə, minə minə. Evlərinin boyu lalə, evlərinin boyu lalə, saf suları gür şəlalə, gür şəlalə. Yoldaş olaq düşə yola, yoldaş olaq düşə yola. Minə yarım minə, əsmər yarım minə, minə minə. Yoldaş olaq düşə yola, minə yarım minə, əsmər yarım minə, minə minə. Evlərinin boyu darçın, evlərinin boyu darçın. Fələk qoymur gözüm açım, gözüm açım. Səni alım hara qaçım, səni alım hara qaçım. Minə yarım minə, əsmər yarım minə, minə minə. Səni alım hara qaçım, minə yarım minə, əsmər yarım minə, minə minə, minə minə, minə minə. Mənim ninnə qızlarım, necəsiz? Sabahınız xeyir. Gəlin, gəlin, gəlin yanıma. Rəqs də bitib. Həmidə xanımın peşəkarlığından ibarətdir ki, bax, rəqs bitib, uşaqlar yenə də öz stabil vəziyyətində qalıblar ki, təki rəqs gözəl alınsın. Mükəmməl ifa elədiniz qızlar. Gəlin, gəl yanıma ninnə qızım, gəl əlini ver görüm. Sabahınız xeyir, bayramınız mübarək, necəsiz? Yaxşısınız. Qızlar, yox, elə eləyək ki, bizim izləyicilərimiz sizi daha gözəl görsünlər də. Qoşa Qala rəqs qrupu bədii rəhbərimiz Həmidə xanım Bəhram qızını ərsəyə gətirdi. Ninnə rəqs nömrəsini izlədik. Gözümüz, könlümüz səhər-səhər açıldı. Qızlar, xüsusi bir təbriki olan varmı, yoxsa xorla mı deyək? Öncə xorla deyək. Nə deyək? Deyək, bayramınız mübarək, Novruz bayramınız mübarək. Hazırsınız? 3, 2, 1. Novruz bayramınız mübarək. Novruz gecəsi gənclər qapı pusaraq evdə danışılan ilk cümləni eşitməyə çalışırlar. Eşitdikləri ilk cümlə onların gələcəyi ilə bağlı bir işarə sayılırdı. Novruzda səhər tezdən ilk kimin evə girdiyi çox önəmli sayılırdı. Əgər qonaq yaxşı və xeyirxah adam olsa, o evə bərəkət və sevinc gətirər.
bahar qızlarımız, bahar bayramınız mübarək. Gəlin yanıma, gəlin. Ay, nə gözəl. Bu nə sevgidir belə, bu nə məhəbbətdir belə. Sabahınız xeyir, qızlar, gəl. Kürəyini çevirmə, qoy sənin o nur simanı görsün bizim dəyərli izləyəcəyimiz. Hamınız çönün. Sabahınız xeyir, bayramınız mübarək. Necəsiz? Hamı yaxşıdır, həmişə yaxşı olun. Bizim dəyərli qızlarımız Nərgiz xanım Əbilovanın rəqs qrupu olan Nərgiz rəqs qrupunun dəyərli tələbələridir. Hansı ki, bahar qızı rəqsini ifa elədilər bizim üçün çox gözəl ifa idi həqiqətən də. Xüsusi bir təbrikimiz var, mən bilirəm. Bütün Azərbaycan xalqının Novruz bayramınız mübarək olsun deyəcəyik. Hazırsınız? Novruz bayramınız mübarək! Novruz süfrəsindəki paxlava, şəkərbura və qoğalın tarixi Şərq mətbəənin min illərlə yaşı olan şirniyyatlarına dayanır. Paxlava bolluğumuzun rəmzi, şəkərbura gözəl və firavan həyatın, qoğal isə günəşin simvoludur. Səməni düzəltmək adəti qədim dövrlərdə yaranıb və firavanlıq məhsuldarlığının simvolu kimi qəbul edilib. Göster her ne var, kızlar bezenmek ister. Göster her ne var, kızlar bezenmek ister. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. Arşım al göster, bir yere sal göster. Arşım al göster, bir yere sal göster. Göster her ne var, kızlar bezenmek ister. Göster her ne var, kızlar bezenmek ister. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca. 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 Yaylıqlarınızı atıb hara qaçdınız qızlar? Gəlin görüm, gəlin yanıma. Bayramınız mübarək. Gününüz uğurlu olsun. Sabahınız xeyir. Necəsiz? Yaxşı. Bayramınız mübarək. Sən də sağ ol. Birlikdə deyək bayramınız mübarək. Gəl bayramınız mübarək deyək. Amma ona qədər qeyd edelim ki, dəyərli izləyəcəyimiz qonaqlarımız Qoşaqala rəqs qrupunun Arşın Malalan rəqsini ifa elədilər bizim üçün. Balaca cücələrimiz, qızlarımız, Həmidə xanım, Bəhrəm qızı, Bədi rəhbərimizə xüsusi təşəkkür düşür bu cür gözəl rəqs kompozisiyasını hazırladığı və ərsəyə gətirdiyi üçün. Birlikdə nə deyirik? Novruz bayramınız mübarək. Hazırsınız? 3, 2, 1. Novruz bayramınız mübarək. 4 çərşənbənin mənşəyi qədim türklərin təbiətə olan inancı ilə bağlıdır. Onlar inanırdılar ki, təbiət yavaş-yavaş oyanır və hər ünsür bir canlanır. Bu inanc min illərdir ki, yaşamaqdadır. Novruz xonçasında olan hər şeyin tarixi var. Qədimdə bu xonçaya mütləq 7 fərqli məhsul qoyulardı. 7 rəqəmi uğur gətirəcəyi və kainatın 7 enerji simvolizə edirdi. Novruzda xoş sözlər işlətmək və insanları təbrik etmək adəti qədim fəlsəfəsindən gəlir. İnsanlar inanırdılar ki, Novruz günü necə başlayırsa, bütün il o cür keçəcək. Yanar,
Mükəmməlsiniz dostlar. Sabahınız xeyir, gününüz uğurlu olsun. Hər biriniz dəvət eləyəcəm, gələsiniz yanımıza. Qızlar gəlin, qızlar gəlin, qızlar gəlin. Bilirəm ki, kimi dindirsəm, deyəcək ki, Nərgiz xanımı sevirəm. Ona görə mən öz adımızdan, gəl. Arxanı çevirmədə, qoy sizin o gözəl simanızı bizim dəyərli izləyəcəyimiz görsün, daha da gözəl yaxından tanısın. Bu gülü göndərirəm sizdən bizim dəyərli Nərgiz xanım Əbilovaya. Çünki Nərgiz xanımın çox gözəl hazırladığı tello rəqsini izlədiyi dəyərli izləyəcəyimiz Aman tello rəqsini oynadılar. Çox gözəl də ifa elədilər. İstəyəcəm ki, elə bizim dəyərli Nərgiz rəqs qrupunun bədii rəhbəri Nərgiz xanım Əbilovanı da mütəmadi qeyd edeyim. Çünki həqiqətən də uşaqların bu qədər mükəmməl işlərini ərsəyə gətirmək çox çətin və məsuliyyətlidir. Hər birimiz xoruna nə deyək? Bayramımız mübarək deyək. Novruz bayramımız mübarək. 3, 2, 1. Novruz bayramımız mübarək.
Mükəmməlsən İlqar. Bayramlı İlqarın bayramı mübarək olsun. Təbrik edirəm, xoş gəlmisən. Yaşa Azərbaycan dedi balaca igidimiz, artıq yeniyetmə igidimiz, gözümüzün qarşısında böyüyən İlqar. Xoş gəlmisən, sabahın xeyir, günün uğurlu olsun. Necəsən? Yaxşı. Bayramın mübarək. Çox sağ olun. Hər kəsin bayramını təbrik eləyirəm, sizi salamlayıram. Təşəkkürümü bildirəm. İlqar balamız, xanəndəmiz, dəyərli Aytən xanım Məhərrəmovanın layiqli davamçılarındandır. Mən istəyirəm sizin də təbriklərini bildirəsən, müəllimlərinin, dostlarının, ailə üzvlərinin təbrikini buyur. Mən ustadım Aytən Məhərrəmovanı salamlayıram. Hər kəsi təbrik eləyirəm. Novruz bizə düşərli olsun. İnşallah İlqar. Təşəkkürümüzü bildiririk. Çox sağ ol. Bugünkü bayram buraxılışımızın da yavaş-yavaş sonlarına doğru çatırıq. Hansı ki, bugün mənə köməklik göstərən balaca qonaqlarım da mənimlə birlikdə bu səhnəni bölüşdülər və mənim özümün də bilmədiyim adətlərdən bizləri agah elədilər. İstəyəcəm elə qonaqlarımızdan başlayım, dostlarımızdan başlayım. Həm balaca aparıcılarımızın da sözünü alaq və onların da təbrik payları var sözü ki, Novruza özəl. Başlayaq Nurayımızdan. Nuray, hansı məktəbdə oxuyursan? Mən 11 nömrəli tam orta məktəbdə oxuyuram. Bəs kimə təbrik göndərmək istəyirsən? Mən buradan 11 nömrəli məktəbimizin, Sumqayıt şəhərinin 11 nömrəli məktəbimizin direktoru Şəhla müəlliməyə, onun simasında sinif rəhbərim Elnara Tofiqovna ilə bütün müəllimlərimə buradan Novruz bayramlarını təbrik edirəm. Bəs valideynlər? Valideynlərimin də Novruz bayramlarını təbrik edirəm. Anamın, atamın, bibimin, nənəmin, qardaşımın bayramlarını təbrik edirəm. Ay, nə gözəl. Təşəkkürümüzü bildiririk. Və Zümrüd qızımızdan da təbrik istəyəcəyik. Bütün ailə üzvlərimi təbrik edirəm. Nənəmi, bacımı, qardaşımı, anamı, atamı, babamı, hamısını təbrik edirəm. Ay, nə gözəl. Zümrüd heç kimin xətrinə dəymək istəmədi. Bəs görək Məryəm qızımızın kimə təbriki var? Mən məktəbdən Aytacı müəlliməmə. Hansı məktəbdə oxuyursan? 278 nömrəli. Bakı şəhər 278 də tam orta məktəb. Hansı sinif? 3-cü sinif 3C. O məşhur Aytaç xanıma bu dəfə də salam göndərsən. Buyur. Və anama, atama, nənəmə, onlara da salam göndərmək istəyirəm. Mən məktəbimdən Ofeliya müəlliməmə, ailə üzvlərimə, nənəmə, babama, atama, anama Novruz bayramını təbrik edirəm. Balaca qardaşım, nənə, babalar. Qardaşımı da. Hamısına. Şəmkamız bəs kimə təbrik göndərir? Ailə üzvlərimə və sevib dəyər verdiyim hər kəsin bayramını təbrik edirəm. Ay, nə gözəl. Gülayımız. Mən bütöv ailə üzvlərimi təbrik edirəm. Anamı, atamı, 2 dənə sevimli böyük qardaşlarımı. Bir də özümü təbrik edirəm. Sinif rəhbərimi çox sevirəm mən. Adı necədir? Dilşad müəllimə. Aha. 160 nömrəli. Kameraya bax, o zaman Dilşad xanımı o sevgilərini göndər. Dilşad müəllimə, çox sağ olun ki, siz bizim sinif rəhbərimiz, siz həmişə bizə kömək edirsiniz. Sizi sevirik. Sevir. Bütün babamı, uşaqlar, nənəmi, bibimi, xalamı. Aha, bütün uşaqlar müəllimlərini sevir. Hər zaman da sevilin, çünki bizim gələcəyimiz siz uşaqlar. Sizi çox sevirəm. Hər zaman valideynləriniz sizlərlə fəxr eləsin və biz də istəyən hər zaman qulluğunuza yaxınca deyərlər, hə Nuray? Bu günlük, bu həftəlik bu qədər özünüzdən və gələcəyimiz olan körpülərimizdən müğayət olun. Bir daha bayramlarını təbrik eləyək. Bu dəfə sizlə birlikdə Novruz bayramınız mübarək. Həm də əl eləyəcəyik. 3, 2, 1. Novruz bayramınız mübarək!